Bolmart mağazalar şəbəkəsi bağlanma ilə bağlı yayılan məlumatları təkzib edərək fəaliyyətini tam şəkildə davam etdirdiyini açıqlayıb. Son günlər Bolmart mağazalar şəbəkəsinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Şirkətdən verilən açıqlamada bildirilib ki, Bolmart fəaliyyətini tam şəkildə davam etdirir. Qeyd olunub ki, yalnız bir filial icarə ilə bağlı yaranmış problemlər səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Sözü gedən mağazaya 5 milyondan artıq investisiya qoyulubdur. Həmin mağazada 200-dən artıq əməkdaş çalışır və bu mağaza bizim şəbəkəmizin ən rentabelli mağazalarımızdan biridir. Lakin vurğulamaq istəyirik ki, bu bir ticarət nöqtəsinin, bir mağazanın bağlanması anlamına gəlmir. Bu, şirkətin kredit öhdəliklərinə, gələcək fəaliyyətinə və ən əsası 6000 əməkdaşımız iş təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Hazırda Bolmart ölkə üzrə 6000 nəfərə yaxın əməkdaş çalışdırır və 100 ən çox vergi ödəyən şirkətlərdən biridir. Şirkət 100 milyon manatdan artıq bank krediti cəlb etməklə təsis olunub və bütün öhdəliklərini vaxtında yerinə yetirir.